Əziz dostlar, suallarınıza cavablar verməyə davam etdirirəm. Bir neçə suallar mənim sükutumun səbəbi ilə bağlıdır. Yəni, mən nəyə görə indiyənə kimi susmuşam. Nicət Ənsərov yazır. Cavab verəcəksinizsə, mən də bir sual ünvanlamaq istərdim sizə. İndiyədək susmağınızın səbəbi nə idi? Vüqar Həsən də yazır. Arif bəy, sizə bir sual verəcəm. Bu illər ərzində susmağınızın səbəbi nələr olub? Və bu neçə illər ərzində niyə məhz bir dəfə olsun səsinizi çıxarmadınız və xalqa hakimiyyətin yanlış yolda olduğunu niyə vurğulamadınız? Sualıma cavab verərsinizsə, verməyinizi çox istərdim. Ona görə milyonlarla insanlar sizə vermək istəyən bir sualdır. Əziz dostlar, yəni hörmətli Nicət bəy, Vüqar bəy, mən dəfələrlə bununla bağlı bu suala cavabları vermişəm. Xüsusən bu Binəqədi yanğından sonra ki, mən öz etirazımı bildirdim. Çox insanlar bununla bağlı mənə suallar verdilər ki, Arif bəy, siz nəyə görə indiyənə kimi bunu demirdiniz, indiyənə kimi öz səsinizi qaldırmırdınız. Məni tanıyan insanlar bilirlər ki, mən hər zaman bu məsələlərdə mövqeyim aydın olub. Mən faktiki olaraq həyatımın böyük bir hissəsini, mən 95-ci ildən faktiki olaraq Belçikaya ezam edildim və bir diplomat kimi Azərbaycanın qərb institutları ilə münasibətlərinin güclənməsinə xidmət edirdim və bu sayədə hesab edirəm ki, böyük uğurlar əldə edilmişdir. Deməli, Azərbaycanın 90-cı illərin sonunda, 2000-ci illərin əvvəlində Azərbaycanın Avropa İttifaqı ilə tutaq ki, münasibətləri həm Gürcüstanın, həm Ukraynanın, həm Moldovanın, həm Ermənistanın münasibətlərindən daha güclüydür. Və inanınız ki, hər zaman Azərbaycan hökumətinin mühafizəkarlar bu münasibətləri aşağı səviyyə salmaq çalışıblar, sıfır vəziyyətinə çalışıblar. Bunun qarşısını mən hər zaman almışam. Elə məqamlar olub ki, ümumiyyətlə Azərbaycan Avropa İttifaqının proqramlarına qoşulmamaq qərarı vermişdi. Bu qonşuluq siyasəti bu misallardan biri idi ki, mən tutaq ki, öz sözümü deməsəydim, etirazını bildirməsəydim, günləri bəlkə bizim Avropa İttifaqı ilə münasibətlərimiz dediyim kimi, yəni Orta Asiya Respublikalarının səviyyəsində olardı. Eyni zamanda, bilirsiniz, hakimiyyət nəyə görə mənə qarşı bu qədər qətiyyətlə kampaniya başladı. Hakimiyyət görəndə ki, yəni mənim nazirlikdə dəstəkləyənlərin sayını görəndə və insanların, yəni mənim yazılarıma öz dəstəyini göstərdi və təhlil edəndə bunlar görəndə ki, nazirlik daxilində bu dəstək daha da güclüdür, bunlar dəyişikliyə gəldilər və bilirsiniz ki, bunu tam səmimi demək istərdim. Yəni, bu Binəqədi yanğını bir bəhanə idi, bir fürsət idi hakimiyyətə ki, mənə tam hücuma keçsinlər. Uzun müddətdir mənə qarşı materiallar toplanırdı, məni izləyirdilər və mənim xəbərim var idi. Bunu yalnız mən demirdim, bunu bizim qərbdə olan dostlarım da mənə hər zaman deyirdilər ki, cənab səfir, ehtiyatlı olur, bilirik ki, sizin hakimiyyət sizdən şübhələnir, sizin tutaq ki, bu demokratik düşüncəli insan olduğunuz görür, bilir. Mən bunu bilə-bilə çalışırdım, yəni bu məsələlərdə ehtiyat edeyim. Mən səfir olduğu vaxtlarda öz mövqeyimi hakimiyyətə də açıq deyirdim. Bilirsiniz, mən çoxları, bu günləri cəmiyyətin özündə də, hakimiyyətin özündə çox adam deməli, mətbəxdə, evdə, dostlar arasında dediklərini rəsmi olaraq demir. Mən evdə, ailəmdə dediyim sözlərini hakimiyyət nümayəndələrində deyir ki, biz bir çox Azərbaycan etdiyi addımlar bizi biabır eləyir. Avropada biabır eləyir.
Mən nazirliyin iclaslarında, Xarici İşlər Nazirliyində keçirən iclaslarda Kürd diplomatiyasını açıq olaraq hakimiyyəti təqsirləmişdim ki, bu qəbul edilməz bir addımdır. Biz biabır oluruq, bütün dünya bizə gülür. Digər məsələlərdə mən çalışırdım öz açıq, konkret mövqeyimi bildirəm. Və mən sizi əmin etmək istərdim ki, mən hər zaman Azərbaycan özümü ilk növbədə Azərbaycan xalqının nümayəndəsi hesab etmişəm. Azərbaycan xalqının mənafələrini qorumuşam. Konkret olaraq Azərbaycanın qərb istiqamətindən, qərb ölkələri ilə münasibətlərinə xələl gəlməsin üçün əlimdən gələn etmişəm. Bu günlərdə yaxınlarda seçdiniz, Xarici İşlər Naziri müavin də demişdi, bizə Avropa İttifaqına üzvlük lazımdır, əməkdaşlıq lazımdır. Bu fikirlər hər zaman olubdur. Mən işlədiyim müddətdə mühafizəkarlar bizi bu xəttdən çıxartmağa çalışıblar. Mən bu məsələdə öz mövqeyimi göstərərək buna imkan yaratmamışım. Və hesab edirəm ki, mən vəzifədə olan vaxtlarda Azərbaycan demokratik, normal bir dövlət olmaq üçün etdiyim işlər bugünkü gündən daha vacib olubdur. Bunu qərb institutlarında çox gözəl bilirlər, mənim mövqeyimi çox gözəl bilirlər. Bəzi dostlarım, adlarını demək istəmirəm, ölkə daxilində və mənim belə bir mövqeyimdə həmişə möhkəm olduğumu bilirlər. Bu qədər gələcək, bununla bağlı gələn suallarınız olsa, hazıram cavab vermək, amma ki, xahiş edirəm, mənim səmimiliyimə inanasınız. Mən həyatımın sonuna qədər xalqımın yanında olacağım, millətimin yanında olacağım və biz böyük uğurlar əldə edəcəyik. Buna heç kəsin şübhəsi olmaz.